Salam əziz tamaşaçılar, hər vaxtınız xeyir olsun. Bugün biz yenə də Murovdağ əməliyyatlarından söz açacağıq. Qonağımız Murovdağ əməliyyatlarında bölük komandiri olmuş Akif Kamaldır. Siz artıq Akif Kamalın müsahibəsinin birinci hissəsini dinləmişsiniz. Biz bu günləri isə onun müsahibəsinin sadəcə ikinci bölümünü sizlərə təqdim edəcəyik və bu bölümdə daha çox Murov əməliyyatlarının uğursuzluqlarından söz açacağıq. Akif bəy, hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir olsun. Akif bəy, siz əvvəlki müsahibədə Murov əməliyyatlarında, yəni birinci uğurlu əməliyyatlardan söz açmısınız. Amma Murov əməliyyatlarının ən çətin məqamları isə sonradan başlayır. Murovdağ əməliyyatının demək olar ki, 1 ay 10 gün idi ki, biz vaxt keçirdi Murovdağ əməliyyatından. Bizim taborların bu genişlənmiş hücum əməliyyatlarına mütləq yuxarı komandanlıq tərəfindən istər canlı qüvvə, istər texnika, istər təchizat məsələlərində mütləq kömək lazım idi. Və bundan başqa, deməli, Qarabağ cəbhəsinin digər bölgələrdən, məsələn, Ağdərə istiqamətindən ya digər Ağdamı, Füzulimi, digər bölgələrindən də hərbi hissələr hücuma keçməli idi ki, düşmənin hərbi qüvvələrini yayındıra bilsinlər. Sonradan əməliyyatların gedişatında biz onları bilmirdik. Biz bölük komandiri olaraq, məsələn, mən nə komanda verirdilər, hara hücum eləmək, hara müdafiə qurmaq lazımdır, biz onu yerinə yetirirdik. Biz onları bilmirdik. Sən demə, digər cəbhələrdən heç bir hücumlar olmamış və erməni də, düşmən də öz hərbi qüvvələrini cəmləyib, texnikalarını cəmləyib və Kəlbəcər istiqamətində hücum əməliyyatlarını yerinə yetirən bizim briqadanın mövqələrinə əks hücumlar təşkil etmişdi. Bununla yanaşı olaraq biz fevral ayının 8-nə qədər artıq qərb cəbhəsində, qərb istiqamətində daha doğrusu Göyçə aşırımlarına yaxınlaşmışdıq. Orada Qızıl Mədəni var. Qızıl Mədəninin yaxınlığında mövqe tutmuşduq. Demək olar ki, buradan Kəlbəcər şəhərinə və digər bölgələrə kütləvi hücuma hazırlaşırdıq. Məqsədimiz də bu idi. Hətta Kəlbəcər şəhərinə taxmaq üçün bayraq da hazırlamışdıq, götürmüşdük. Bu əməliyyatların deməli, uğurlu həmin günə qədər, həmin təxminən fevral ayının 8-i 9-una qədər uğurlu əməliyyatlar apardıq. Lakin şərq cəbhəsində bizim sol cinahımızda 5-ci və 2-ci taborlar çox çətin bir vəziyyətə düşmüşdülər. Onlar düşmənin götürdüyü, ələ keçirdiyi Qaragöl istiqamətində yüksəklikləri geriyə almağa çalışır və bu mümkün olmamışdı. Bu müddət ərzində artıq düşmən həmin yüksəkliklərdən yeganə təchizat yolumuz olan Murov yolunu uzaqdan artilleriya atəşinə tuturdu, gecəli gündüzdü. Bununla yanaşı deməli bütün briqadanın bütün əməliyyatları burada da dayandı və yuxarıdan göstəriş oldu ki, artıq Murov yolu düşmənin əlinə keçibdi, yeganə çıxış yolumuz və biz bu azad elədiyimiz əraziləri tərk eləməliyik. Bununla əlbəttə biz razılaşmırdıq, belə deyil, öz-özlüyümüzdə razılaşmırdıq. Biz kim idik ki, biz əmrə tabi olan adamlar idik. Lakin o uğurlu əməliyyatların nəticəsində yenidən geriyə çəkilmək, yenidən o mövqeləri qoyub geri çəkilmək heç kimin ağlına gəlmirdi.
və beləliklə biz bizim deməli taborun mövqeləri xeyli geniş əraziləri əhatə eləyirdi. Ayrı-ayrı bölüklər, ayrı-ayrı yerlərdə, mövqelərdə yerləşmişdi. Və birinci taborda bizim sağ cinahımızda idi. Beləliklə yuxarıdan göstəriş oldu ki, geriyə çəkilirik və Murov dağlarını, Murov dağ silsilələrini geriyə çıxmalıyıq. Artıq qışın elə bir vaxtı idi ki, qar hər tərəfi örtüb, bütün dağlar, dərələr qarla örtülü, keçid yollarının elə yerləri var idi ki, 15-20 metr hündürlüyündə qar yığını var idi və onları keçmək, onları geriyə qayıtmaq çətin idi. Ağlımıza da gəlməzdi ki, biz yenidən bu gözəllikdə əməliyyatları dayandıraq. Beləliklə, bizim briqada, bizim taborlar hücum edə-edə düşmənin daha artıq qüvvələrini məhv eləyirdik. Əksinə, hücum eləyən tərəf daha çox itki verməli idi. Bizdə tək-tək itkilər olurdu. Sonraki döyüşlərdə 2 nəfər, 3 nəfər artilleriya zərbəsindən, digər zərbələrdən həlak olanlar olurdu. Amma düşmən qabağımızda duruş gətirə bilmirdi və çəkilirdi. Hara hücum eləyirdiksə çəkilirdi. Sonradan öyrəndik ki, daha sonra belə deyək də, müharibə, həmin Murovdağ əməliyyatı qurtarandan sonra öyrəndik ki, məhz şərq cəbhəsində bizim sol cinahımızda 5-ci və 2-ci taborların irəliləyişi dayandırılmış və düşmən oradan hücuma keçmişdir və bizim briqada orada olan hərbi güclər hamısı mühasirə vəziyyətinə düşmüşdü. Yəni bu vəziyyətdə də döyüşmək olardı. Yəni mühasirə vəziyyətində də döyüşmək olardı. Çünki orada bizim böyük qüvvəmiz var idi. Dəqiq rəqəm düzdür o. Mən onları bilmirdim. Briqadanın nə qədər şəxsi heyəti var, nə qədər qüvvəsi var, nə qədər texnikası var. Amma kifayət qədər deyildi. Yəni ona görə də bu genişlənmiş döyüş əməliyyatlarında mütləq əlavə qüvvələr köməyə gəlməli idi. Əlavə bizim üçün kömək lazımdır. İstər canlı qüvvə, istər texnika sarıdan. Həmin Murovdağ yolunu ermənilər vurduğu üçün, artilleriya atəşi ilə yaxınlığında mövqe tutduqları üçün bizə də göstəriş verdilər ki, biz geriyə çəkilirik. Və geriyə çəkiləndə də müxtəlif istiqamətlərdə Murovdağı aşmağı qərara aldıq. Bizim tabor komandiri Alışov Feyruz, 1-ci taborun komandiri Qurban Qurbanov və biz birlikdə məsləhətləşdik ki, birlikdə də hərəkət eləyək çıxaq. Lakin geriyə çəkilərkən artıq yenə də çox çətinliklər, qarlı, boranlı, gecəli, gündüzlü hərəkət çox saylı əskərlərin don vurması, həlak olmasına səbəb oldu. Bu itkilərimiz demək olar ki, o uğurlu əməliyyatların hamısını heç elədi. Biz demək olar ki, bütün Kəlbəcər bölgəsini tərk elədik və Murov dağlarını geriyə açdıq. Murovdağ əməliyyatları qısaca olaraq Murovdağ əməliyyatı adlanır.
Amma ümumiyyətlə Kəlbəcər rayonuna Kəlbəcər rayonunu erməni işğalçılarından azad eləmək üçün aparılan bir əməliyyat idi və ona da digər hərbi hissələr öz yardımlarını eləməli idilər ki, bu əməliyyatların sonu uğurla nəticələnsin. Lakin bu baş vermədi. Bizim o döyüşlər ərəfəsində çoxsaylı döyüş epizodları var ki, yada düşdükcə, ümumiyyətlə yaddan çıxmır, daha doğrusu, yada düşdükcə xatırlanır. Deməli, bizim taborun uğurlu əməliyyatları zamanı, çəpli əməliyyatı zamanı düşmənin 240 nəfər, ən azı 240 nəfərini orada məhv elədiyimiz, 5 nəfəri əsir götürdüyümüz gözəl əməliyyatların sonunda at daşında bizim tabor mühasirəyə düşdü. Onun haqqında mən danışmışam. Orada bir epizodu demək istəyirəm. Bizim bir əskər orada yaralanır. Sonra biz siyahıları dəqiqləşdirəndə həmin əskərin itkin düşdüyünü biz yəqin elədik. Lakin sonralar 4-cü taborun tağım komandiri olmuş Əliyev Elxan söhbət elədi ki, sizin bir taborun yaralı bir əskərini meşədə tapdıq. Bu yaralı əskər meşədə gizlənib, biz mühasirəyə düşən vaxtı və biz mühasirədən çıxarkən bizdən aralı düşmüşdü. Biz onu bilmədik. Sonra o meşələrdə 10-12 gün erməni mövqelərinin arxasında daldalanmış, ac, susuz, soyuqda, özü də çiynindən yaralı. Səhv etmirəmsə, həmin əskər Göyçay rayonundan idi. Adını təəssüf ki, unutmuşam. Əliyev Elxan söhbət eləyirdi ki, həmin əskər 12 gün ac-susuz meşədə gizlənmiş, sonralar 4-cü tabor oranı azad eləyəndə onu orada meşədən yaralı halda tapmışdılar. Və sonra ona ilkin tibbi yardım göstərib hospitala, hərbi xəstəxanaya göndərmişdilər. Belə döyüş epizodları çox olmuşdu. Həm də bizim apardığımız o Murovdağ əməliyyatları, o hücumlar yaxşı bir mənəvi bir ruh verirdi əskərlərə. Dünya ordularının deyərdim ki, bacarmadığı işlərdən, bacarmadığı döyüşləri biz həyata keçirdik. Murov dağlarını qışda, qarlı dağları aşmaq, düşmən üzərinə hücuma keçmək və qələbələr əldə etmək, bu əsl qəhrəmanlıq idi. Orada olan bütün əskərlər, zabitlər, Murovdağ əməliyyatının bütün şəxsi heyəti hamısı qəhrəman idi. Amma o qəhrəmanlıqları indiyə qədər heç kim qiymətləndirməmişdi. Biz orada çəpli əməliyyatını, məsələn, çəpli əməliyyatını həyata keçirəndə, düşməni ağır itkilərə məruz qoyanda bizə elan elədilər medallar, ordenlər, ondan sonra hərbi rütbələr, növbədən kənar hərbi rütbələr elan elədilər. Lakin Murovdağ əməliyyatı başa çatandan sonra artıq gəlib yenidən biz toplaşanda baxdıq ki, bu təltiflər, bu necə deyərlər, hərbi rütbələrin heç biri yoxdur və Müdafiə Nazirliyi tərəfindən heç bir iş görülməyibdir.
Bu da bir nöqsandır ki, yəni biz o cür uğurlu döyüş əməliyyatları apara-apara 20-yə qədər yaşayış məskənini düşməndən azad edə-edə bizə bizim o zəhmətimiz qiymətləndirilməmişdi. İndiyədək də qiymətləndirilməyibdir. Murovdağ əməliyyatlarının uğursuzluğu orada döyüşənlərin uğursuzluğu deyildi. Murovdağ əməliyyatlarının uğursuzluqla nəticələnməsi, mən deyərdim ki, yuxarı komandanlığın, Müdafiə Nazirliyi səviyyəsində yaratmaz, qeyri-normal işləri idi. Orada generallar otururdu, orada planlar cızılırdı, biz onunla da xəbərimiz yox idi. Əgər bu döyüşü təşkil eləyib irəli gedirsənsə, arxadan kömək lazımdır, arxadan təchizat lazımdır, arxadan artilleriya qüvvəsi, arxadan texnika qüvvəsi lazımdır ki, bu əməliyyatlar həyata keçirilsin və genişləndirilsin. Genişləndikcə də əlavə qüvvələrə tələbat artırdı. Lakin Müdafiə Nazirliyi demək olar ki, heç bir iş görmədi. Bir briqadanı, ona da köməkçi digər bir briqada ora göndəribdilər. 3000-3500 əskər ora göndərilib, amma arxadan heç bir kömək yox. Və sağ-sol cinahlardan, digər Qarabağ bölgələrinin digər cəbhələrindən digər hərbi hissələrin heç bir hücumunu təşkil eləməmişdi. Heç olmasa yalançı hücumlar təşkil eləmək lazım idi ki, düşmən qüvvələrini yayındırsınlar. Bununla belə mən yenə təkrar deyirəm ki, orada döyüşən hər bir əskər, hər bir zabit, hər bir könüllü döyüşçü qəhrəman idi. Lakin o yuxarı komandanlığın, daha doğrusu Müdafiə Nazirliyinin yaratmaz işləri nəticəsində Murovdağ əməliyyatı uğursuzluqla nəticələndi. Hətta o əməliyyatların sonunda Murovdağ silsiləsinin ən yüksəyi Ömər Aşırımı, digərləri düşmən əlinə keçmişdi. Halbuki orada 3-5 nəfər bir tağımı belə deyək, orada saxlayıb, orada döyüşü təşkil eləmək, orada mövqeləri bərkitmək, yəni o yüksəklikdə, o aşırımda mümkün idi. Lakin o aşırımı da düşmənə təslim elədilər, geriyə çəkildilər. Murovdağ əməliyyatlarında bütün şəhid olmuş bizim zabit, əskər, gizir yoldaşların hamısının ruhu qarşısında baş əyirəm. Sağ qalanlarımız çoxdur. Onlara can sağlığı arzulayıram. Amma çox gec olaraq bu məsələ sosial şəbəkələrdə bir qədər qabardılmışdır. Lakin həqiqi qiymətini hələ almamışdır. Buna görə də o şəhidlərin ruhu bizdən inciyər. Düzgün qiymət vermək lazım idi. Orada döyüşən zabitlərə, orada döyüşən əskərlərə düzgün qiymət vermək lazımdır. Onlara hansı təltiflər, hansı rütbələr vəd verilmişdirsə yuxarı komandanlıq tərəfindən, onların heç biri Müdafiə Nazirliyi tərəfindən təsdiq edilməmiş və həmin təltiflər verilməmişdi. Və üstəlik də orada olan itkilərin, düzdür, dəqiq rəqəmlər olmasa da oralarda olan itkilərin hətta mətbuata çıxmasına, mətbuata yayılmasına o dərəcədə imkan verilməmişdi. Yəni itkilər çox olmuşdu, lakin mətbuatda, digər yerlərdə onları
sayı az göstərilmişdi. Orada bizim taborun zabitləri, bütün əskərləri, bizimlə çiyin-çiyinə döyüşən hər bir kəs, yenə deyərdim, çox böyük igidliklər, qoçaqlıqlar, qəhrəmanlıqlar göstərmişdi. Qarda, boranda, şaxtada, dağlıq ərazilərdə, qayalıqlarda, meşələrdə, çaylarda, qışın buz kimi çayını elə olub ki, paltarla keçmişik. Yəni bu əziyyətlərimiz sonda heç oldu getdi və indiyə qədər də ona düzgün qiymət verilmədi. Bizim tabor komandirini əvəz edən Feyruz Alışov əsl qəhrəman idi. Ona layiq olduğu qəhrəmanlıq verilmədi.